Hə dostlar, məsələn mən deyirəm ki, mənim yanımda siyahı var. Smart mobil tətbiqini onun yoxlamasını istəyirəm. Bu nə deməkdir? Məsələn deyir siyahınızı yoxla. Baxın, biri var kağızı qoyur stolun üzərinə, düzdür uşaqlar. Kağızı qoyur stolun üzərinə və oradan çəkib göstərə bilərsiniz. İndi mən sizə buradan başqa yol var. Qaleriyadan seçirsiniz. Məsələn, tutaq ki, kimsə sizə WhatsApp atıbdır, o sizin telefonunuzda qaleriyada qalıb, düzdür? Burada çox rahatca qaleriyadan seç deyirsiniz. Baxın, burada açıldı, düzdür uşaqlar? Məsələn, mən bunu seçdim, bu şəkli. Deyirəm, dan. Gözü şəkil düşdü bura, düzdür? Yəni, bu şəkil məcbur deyil ki, məhz belə formatda olsun. Mən sadəcə harada nümunə götürmüşəm? Bu, bir dostumuz o vaxtda 2020-ci ildə bir nəfəri kodlaşdırıbdır. Onun nəticəsidir. Yəni, ola bilər siz kimsə getmişsiniz, kodlaşdırmışsınız, ya dimin saytından çıxan səhifədir və ya da ki, onun özünün proqramı olur, Excel-ə yığır, oradan çap eləmiş olar və ya da hətta əl yazımı da ola bilər. Platforma onu tanıyacaq, başa düşürsünüz və deyirəm, davam et. Aha, möhtəşəm dostlar, görürsünüz, sistem nə yazdı? Yazdı ki, mən sizin yuxarıda diqqətdən fikir verir. Platforma nə inədir? Dedi ki, mən sizin 15 seçiminizi dəqiq müəyyən eləmişəm, oxumuşam. Yəni 15-in 15-ini də oxuya bilibdir. Yoxlaya bilərik, birin birə düzdür də. Yəni bu möhtəşəmdir. Amma 4-ünü müəyyən edə bilmədi. Bu nə deməkdir? Məsələn, tutaq ki, siyahıya görə indi siz burada siyahını tam görməmiş ola bilərdiniz. Hələ yuxarıda qrup bloka fikir verin, onu izah edəcəm. Burada nə yazılıb? Şəkildən oxunan seçimlər. Məsələn, dövlət X-a yazıb, oxuyub ki, X-a seçmişsiniz, yazmışsınız, mercmi yazmışsınız. Əyanı qoymuşsunuz, dövlət sifarişdə hamısını oxudu, düzdür. Bu altda qoydu ki, mən bunu müəyyən etdim. İndi baxın, nə deməkdir? Baxın, qırmızı. Baxın dostlar, dövlət və bələdiyyə idarəetməsi bunu oxuya bilməyib. Oxuya bilməyib yox ha. Kağızdan oxuya bilib. Burada adları oxuyubdur. Amma baza düz gəlməyib. Məsələn, burada bir dənə hal da var. Məsələn, doğrudan sistem çox düz işləyir. Bu siyahıda məndə 2020-ci il məlumatdır, dostum bunu mənə verib, düzdür? 2020-ci ildə bu ixtisas regionşünaslıq 2-ci kursdaydı. Amma sistem baxır ki, indiki o proqnoz sistemimizdə də bizim arxa fonda işləyən möhtəşəm məlumat sistemi. Bu ixtisaslar artıq dövlət qanunu dəyişibdir. Bu ixtisas artıq 3-cü qrupdadır. Amma bu belə ixtisas tapa bilməz o. Başa düşürsünüz, yoxlama tələb eləyirsən. Gör nə qədər ağıllı sistemdir. Və indi siz deyirsiniz ki, tamam, onsuz sistem sizə kağızdan oxumur da, sizin balınız falan nədir? Siz kağızdan siyahları oxudu sizin üçün. İndi siz deyirsiniz ki, mənim qrupum budur, 2-dir. Məsələn, tutaq ki, burada 170-dir, burada 200-dür, düzdür. Bunu yuxarı qaldırım. Bəli. Deyirəm, nəticəni görsət. Gör nə yazır ki, bəzi seçimlər müəyyən edilmədi, 4 dənə müəyyən edilmədi və ekranda qırmızı göstərilibdir, 11 seçim üzrə hazırlanacaq. Və baxın, uşaqlar, mən şəkildə dəyişə biləcəm. Mən davam et desəm, sistem, tutaq ki, 10-cu yoxlayıcı, 10-cu başlamışdırsa, o sıranı pozmur. Bu nə demək? Davam et deyirəm, fikir verim. Baxın, sistem göstərir ki, çətin düşə bilərsiniz falan, risklidir, ortadır. Amma burada fikir verin, 10 və 13. Niyə deyə bilərsiniz ki, 10-dan 13-ə köçdü? O əvvəlki səhifədə gördüyünüzdə yəqin ki, 11 ilə 12 deməli, tanımadıqları, yəni bazıda məlumat görməmişdi. Ekrandan oxumuşdu, amma bazıda yox idi məlumat onunla bağlı. Ona görə də 11-12-ni, yəni bu 13-ü qatırıb 11 eləmir də. Yəni siz biləsiniz ki, mənim 13-cü sətrim təlimatı nədir? Bax, hətta buna baxın. Görürsünüz, Bakı dövlət deyir ki, ay Bakı dövlətdə olan regionşünaslıq. Gör nə yazıb altda? Deyir, seçim mövcuddur, lakin seçilmiş ixtisas qrupuna uyğun deyil. Bu fantastikadır. Yəni ki, aldıda bilmərsən məni. Yəni regionşünaslıq artıq 3-cü qrupdadır. Amma 2020-ci ildə bu ixtisas olmuşdu 2-ci qrupda. Təsəvvür edirsiniz də. Və indi dostlar, eyni qaydada burada PDF vurursunuz. Deyirsiniz göndər. Möhtəşəm, uğurla göndərildi. Görürsünüz, gəldi mənə mesaj uşaqlar. Baxın. Super.